Jungle. Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, mən Sehran sizləri salamlayıram. Bugün həftənin 6-cı gündür və Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Bəli, dünən 5-ci günü Bərdə bazarında olmuşuq. Artıq o video YouTube kanalımda yayımlanıb, girib videoya baxa bilərsiniz, videonu bəyənə bilərsiniz, kanala abunə ola bilərsiniz. Yəni, belə deyək, Vaz və xarici marka avtomobilləri adlı videomuz YouTube kanalımda aktivdir. Baxa bilərsiniz. Və bu günlərimdə mənim səfərim Göyçay maşın bazarınadır. Dünən qeyd elədim, dünənki çəkilişdə qeyd elədim ki, mən tamına 27 gün idi ki, yəni heç bir bazara getmirdim. Sözün açığı özümə bir fasilə vermişdim, demişdim, yəni bir aylıq özümə fasilə verim. Düzdür, bir ay olmasa da 27 gün mən heç bir yerdə çəkiş eləmədim. Həm müəyyən səbəblərə görə, həm də dedim bir fasilə verim özümə. Və artıq Göyçay maşın bazarına getmək lazımdır, çəkib göstərmək lazımdır. Xatırladım ki, məni tanıyan, bilən bilir ki, mən Göyçay maşın bazarı ilə ilk dəfə çəkişə başlamışam. YouTube kanalımın ilk fəaliyyəti Göyçay maşın bazarında olub. Yəni, orada girib YouTube kanalımda da baxa bilərsiniz. Və söhbəti uzatmaq istəmirəm. Bu günlərim ayın 28 iyun 2025-ci il tarixdir. Saat səhər üzü 07:26, yəni 8-in yarısıdır demək olar ki. Yollanaq Göyçay maşın bazarına. Görək nətər olacaq. Allah hər kəsin işini avand eləsin. Bizlər də onun içində. Bazarın girişindən çəkişimizə davam eləyəcəyik. İzləmədə qalın. Bir daha salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri, Göyçay maşın bazarının girişindəyəm. Gəlmişik. Hava istidir biraz. İsti yay havasıdır da, belə deyək. Bazarın girişindəyəm. Həm bazarın girişində, həm bazarın daxilində maşınlarımız var. Ola bilər ki, az görsənə bilər, amma olana bərəkət. Xatırladaq ki, Göyçay maşın bazarı hər həftənin 6-cı günü sizin xidmətinizdədir. Satmaq istədiyiniz maşın varsa gətirib burada sata bilərsiniz və almaq istədiyiniz maşın varsa buradan gəlib maşınınızı ala bilərsiniz. Ön tərəfdən çəkiş edeyim sizlər üçün. Bazarımızın girişində olan maşınları görürsünüz, həm bazar haqqında maraqlanmağa gələnlər, həm maşın almağa gələnlər, maşın satmağa gələnlər. Deməli, hər dəfəsində yolu tarif edirəm, yenə istəyirəm yolu sizə tarif edeyim. Bura, deməli, Bakı, Şamaxı, Ağsu İsmailli yoludur, Göyçaya gələn yoldur. Bu yoldan gələrkən, deməli, maşın bazarı sizin sağınıza düşür. Qarabaqqal kəndini göstərə bilərəm. Qarabaqqal kəndinin ərazisidir. Düşür sizin sağınıza. Digər tərəfdənsə, bax bu tərəfdənsə gələndə, buradan çox rayonlar, Ucar, Kürdəmir, Ağdaş, Mingəçevir, Yevlax, Gəncə, Bərdə, bir çox, yəni rayonlara gəlişli. Buradan gələndə isə maşın bazarı düşür sizin sol tərəfinizə və Göyçay maşın bazarının girişi. Göyçay maşın bazarının girişində burada bir elanımız var. Göyçay avtomobil bazarı hər həftənin 6-cı günü xidmətinizdədir. Əlaqə nömrələrini görürsünüz. 050 051 627 46 83, həmçinin 055 628 1136 nömrələrinə zəng vuraraq bu bazar haqqında ətraflı, geniş məlumat ala bilərsiniz. Bazara daxil oluruq. Selamun aleyküm. Hər növ maşınlar, 06'larımız, 07'lər, Azsamant, Kia Rio, 07'lər, 011, yük maşını var orada bir dənə, 24, BMW,
Kia Sportage 010, 04 var. İndi inşallah ki bir-bir bu maşınları çəkib sizlərə göstərəcəm. Sizlərdən xahişim nə olacaq? Bu videonu bəyənmək, kanala abunə olmaq, videonun linkini dostlarınızla, tanışlarınızla maksimum səviyyədə paylaşmaq ki, burada mənə yeni baxış, yeni abunə sayı, yeni bəyənmə sayı deməkdir. Allah hər kəsin işini avan eləsin. Ya Allah, bismillah elə işimizə başlayaq. Getdik, ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında Kia Rio markalı avtomobilin çəkisini edəcəm. Mənim kreditlə maşın maraqlanmaq istəyənlər videoya diqqətlə baxsınlar, qulaq assınlar. Məlumatları özüm qeyd edəcəm. Deməli, maşınımızın ili 2005-dir, 1.4 benzinli mexanikadır. Belə deyək, maşın hal-hazırda kreditdədir. İlkin ödəniş maşın sahibi ələ 5000 pul istəyir. Bir ildə 300 manat ödənişi qalır. Belə deyək, ümumi satış qiyməti 8600 manata gəlir. Maşınımızın nə xırda para xərci olacaqsa ustaya aparılacaq və hər çıxan xərcə görə də pulda endirim olunacaq. Maşının ümumi, yəni cüzi kosmetik işə də ehtiyacı var. Baxırıq. Salon belə vəziyyətdədir. Yəni oturacaqların ximçiskaya ehtiyacı var. Onu gizlədə bilmərik. Nə gizlətmək? Bəli. Onsuz onu alan adam görəcək ki, onun ximçiskaya ehtiyacı var. Deməli, yəni buranı qalxsa bilsək, 3 el belə vəziyyətdə. İndi biraz çişli falan ola bilər, amma evi yox. Və gəldik salona. 4 şən avtomatik qalxıb verməsi, qapıların kilitlənməsi, yan güzgülərin qatlanması belə deyək. 328.895 kilometr yürüyüş, mexanika, 5 skorus, yəni bir zadını belə deyək arxaya, Magintola falan, yəni belə gəldik mühərrik yerinə. Görək mühərrik yerində vəziyyət nə göstərdəcək. Mühərrik yeri belə vəziyyətdədir. Belə çəkdim, göstərdim, məlumatları qeyd elədim. Əlaqə nömrəsi 050 829 28 45. Maşın sahibinin adı Müşfiq. Maşına Göyçayda baxmaq mümkündür. Barter maraqlı deyil. Belə maraqlanmaq istəyənlər, almaq istəyənlər qeyd edilədiyim əlaqə nömrəsinə zəng vurub maraqlana bilərlər bu Kia haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Ağrəhti Vaz 2107 markalı avtomobilin çəkisini eləyəcəm. Məlumatları da özüm verəcəm. Deməli, maşınımızın ili 2008-ci ildir. İnjektor motordur. Maşının heç bir problemi yoxdur. Start qiymət 5300 manat olaraq bazara daxil olub. Qapı ilişdi. Xeyirli olsun. Bazara daxil olub və real alıcıya təbii ki, qiymətdə endirim olunacaq. Salona baxırıq. Salonun belə deyək, bax, göstərirəm sizə, ximçiskaya ehtiyacı var. Baxırıq. Oturacaqların, bəli, ximçiskaya ehtiyacı var. Deməli, bu maşın üçün zəng eləyə bilərsiniz mənim öz nömrəmə 050 977 66 08 nömrəsinə. Çəkək mühərrik yerində göstərək. Görək. Aha. İnjektor motor. Motor, korobka salamatdır. Difrində səsi yoxdur. Belə, indi cüzi xırda para xərcləri görsənə bilər videoda. O da ki, önəm kəsb eləmir. Böyük bir önəm kəsb eləmir. Sizə də bu 07 maraqlı gələrsə, yenə də nömrəmi qeyd edirəm. 050 977 66 08 nömrəsinə zəng vuraraq bu maşın haqqında daha ətraflı və geniş məlumat ala bilirsiniz. Hörmətli YouTube izləyiciləri, yük maşını həvəskarları, sizlər üçün Göyçay maşın bazarında yük maşını çəkib göstərəcəm. Qaz 31 029 gedir bunlar.
Yük üçün nəzərdə tutulub. Məlumatı qardaşdan alacağıq. Salam əleykum qardaş. Salam əleykum. Bazar olsun. Çox sağ ol. Məlumat verə zəhmət olmasa. İli neçənci ildir? 93'dür. 93. Aha. Ha, yük maşınıdır. Aha. Motor təzə yığılıb. Aha. Karovkanı təzə dəyişdirmişəm. Xadavoy sistemi. Xadavoy sistemi superdir. Sənəddə qeyd olunub, yük üçün. Sənəddə hə, yük üçün qeyd olunub. Pikapdır. Aha, pikapdır. Qiyməti nə demisən? Qiyməti 4,5 bak. 4500 sondur yoxsa razılaşasın? Razılaşmaq olar. Olacaq. Telefon Olar, nömrə o razılaşmaq. işte. 050 784 14 42. Adın? Vüqar. Vüqar. Maşına harda baxmaq olur? Ucarda. Ucar əhasinə salam olsun. Vüqar, hansısa maşından barterə gedərsən? 190 olsa gedər. Öz dəyəri qiymətini yoxsa üstündə pul almaq və ya vermək şərti ilə? Baxarıq da 190. Baxarıq, vəziyyətinə hə, baxarıq. vəziyyət. Bəli, Vüqar qardaşdan məlumat aldıq. İli 1994. Sənəddə pikap olduğu qeyd olunub. Motor yeni yığılıb, karovka yeni yığılıb, yeni dəyişilib. Yəni elə bir ciddi problemi yoxdur maşının. Vüqar bir dənə Vüqar bir dənə mühərrik yerin qaldır. Zəhmət olmasa. Vüqar qardaş deyir ki, mənim üzüm düşməsin. Ağcabədi seriyası iləndir. Buradan Ağcabədi əhalisinə salam olsun. Və gəldik sürücü tərəfdən də salona baxaq. Sürücü tərəfdən də salona. Belə mühərrik yeridəki sadə motordur. Eləmi Vüqar? Sadə motordur. Yağ yeməyi falan yoxdur. Yox, heç nə. Statyor da təzə dəyişdirmişəm. Aha. Babini də təzə dəyişdirmişəm. Akkumulyator da təzədir. Aha. Benzin nasos da təzədir. Aha. Sonra O deyil, su baçoğunu da təzə alıb qoymusan. O da təzə qoyulub üstünə. Hər bir şey, yəni müəyyən Regulatordur, sigortadır, hamısı təzədir. sənədlər qaydasında. Öz adımadır. Aha. Yəni qeydiyyatda öz adımadır. Ya maşın öz adınadır. Sürəkli maşındır. Sərəhli maşındır, bəli. İnşallah əlimiz yüngül olar, satılar. Start qiymət 4500 manat olaraq bazara daxil olub. Təbii ki, real alıcıya endirim olunacaq. Sizə də bu maşın maraqlı gələrsə, qardaşın qeyd elədiyi əlaqə nömrəsi ilə, Vüqar qardaşın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, özünə münasib maşın alıb sürmək istəyən izləyicilər belə deyək. Dünən Bərdə bazarında da çəkmişəm, Göyçay bazarında da belə bir maşın. Kasıb var maşın deyək də, yəni kimin gücü çatır, məsələn 5000-lik alır, kimin gücü çatır 2000-lik alır, 2500-lik alır. Nəsə, sözüm onda deyil, maşın sahibi yanımdadır, bir məlumat ala. Salam əleykum qardaş, bazar olsun, məlumat verək zəhmət olmasa. İli 86'dır. Aha. Motor 011, Yox, 03. 03, karovka 5, 5. 5. Motorda yağ yemə, Yox. karovkada atma, Yox. mostunda səs, Cüzü. cüzi səsi var. Cüzü. Səs deyil, Aha. uğultusu var. Uğultusu var. Karavoy sistemi falan. Bir dənə Əlavə kosmetik işi var, onu gördük. Sonradan kosmetik. Ehtiyacı var. Qiymət 2800 manat deyirəm. deyirsən, 2800 manat deyirsən, yəqin ki endirim olunacaq. Olacaq. Telefon nömrə eşitdik. 051 Aha. 793 32 29. 051 793 32 29 adın Fazıl. Fazıl. Maşına harda baxmaq olar? Göyçay ərazisində belə deyək də. Ləkçibulaq kəndində yaşayırsan, Göyçay ərazisində baxmaq mümkün. Yerdə baxmaq olar. Aha. Hansı maşından barterə gedərsən yoxsa Yox. nağd pula ehtiyacım var. Fazıl qardaşdan məlumat aldıq. Çəkə göstərək. Bir daha məlumatı qeyd edim. İli 86-dır. Motor 03 karovka 5. Motor yağ yemir karovka 60 difirində, mostunda yüngül cüzi uğultusu var. Yəni hiss olunmayacaq qədər. Kosmetik işə ehtiyacı var üzdən üzə. Start qiymət 2800 manat olaraq bazara 2800 dedim də Fazıl. 2800 manat olaraq bazara daxil olub. Təbii ki, maşının yanında gələn şəxs ustası ilə gələcək, baxacaq, yoxlayacaq və qiymətdə endirim olunacaq. Daha cüzi endirim və ya möhtəşəm endirim haqqında Fazıl qardaş orada nömrə qeyd elədi. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz. Yük yeri belə vəziyyətdədir. Burada stəkan yerini çəkək, göstərək. Baxın, stəkan yeri də belə vəziyyətdədir. Və gəldik sürücü tərəfdən salona. Oturacaqlar maşın sahibinin istəyinə uyğun olaraq üzlənib və Fazıl qaldırın oradan, gör qalxdı. Aha. 03 motor yağ yemir, akkumulatoru normal.
Yəni belə vəziyyətdədir. Nəsə çəkdik, göstərdik. Fazil qardaşlar telefon nömrəsini qeyd elədi. Səhv eləmirəmsə mən də təkrarladım o nömrəni. Sizə də bu 06 maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu maşın hörmətli YouTube izləyiciləri, TikTok səhifəmi izləyicilər sizə 2 dənə 06 çəkib göstərəcəm. 083 və 993 nömrəli maşınlardır. 083 haqqında məlumat. Maşın sahibi yanımızdadır. Aleyküm salam. Salam aleyküm. Bazar olsun. Məlumat alaq zəhmət olmasa. 2001. 2001. Bəli. Təmiz vaz. Bəli, bəli. Aha. Qiymətdə 6,5. 6500 manat. Bəli. Motoru 06 motordur. Bəli. Korobka 5-4. 4. 4'dür. Motor yağ yemir. Yox. Korobka atmır. Yox. Mostunda səsi Yox. yoxdur. Çürük falan. Altı tərtəmizdir. Tərtəmiz. Dəyişən detal olsa 1000 manat pul keçir. Aha, dəyişən detala 1000 manat pul keçsən. Ay Kraska maşallah. deyib amma. Ay, üzdən üzə kraskalanıb. 6500 dedin. Yəqin ki indirim eləyəsən. Bəli, o heç söhbət yox. Telefon nömrəsi 051 303 8812. Bəli, bəli. Maşın sahibinin adı Namiq əmmimizdir. Maşına Göyçay rayonunda baxmaq mümkündür. Barterdə maraqlı Yox, yox. deyil. Nağd satışdır. 2001 təmiz vaz. Maşın sahibi orada qeyd edilədi bütün məlumatları. Mən də təkrarən deyim. Nömrə üstündə verilir. Nömrə üstündə verilir. Qəşəng nömrədir. Most, motor, korobka ideal. Salon səliqəli. Qapı üzlükləri gözəl. Yəni maşın sahibinin istəyinə uyğun olaraq yığılıb. Salon çox səliqəlidir. Start qiymət 6500 manat. Real alıcıya təbii ki endirim olunacaq. Staşan yeri belə vəziyyətdə. Maşın sahibi elə deyir ki, zavoddur. Sürücü tərəfdən də salon belə. Motordakı maşallah ideal, akkumulyator yeni. Belə çəkdim, göstərdim. Məlumatları da qeyd elədik. Sizə də bu maşın maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 06 izləyicilər, bu 06-nı çəkdim, göstərdim. İndi isə digər 06 993 nömrəli maşını çəkək, göstərək. Bunun məlumatlarını özüm verəcəm. Bu maşının ili 2005-dir. Motor 06, korobka 4. Motor, korobka ideal vəziyyətdədir. Çox ideal vəziyyətdədir. Maşında dəyişmə söhbəti yoxdur. Belə deyə, problemi də yoxdur. Mostunda səsi yox, motor yağ yemir, korobka atmır. Start qiymət 6500 manat. Bu maşının da qiyməti 6500 manatdır. Təbii ki, real alıcıya da endirim olunacaq. Əlaqə nömrəsi həmçinin, yəni bu maşının iki maşının ikisi də bir nəfərində 051 303 88 12. Maşın sahibinin adı Namiq əmmimizdir. Göyçayda baxmaq mümkündür. Barter maraqlı deyil. Bu maşına söz yoxdur. Yəni özünə təmiz maşın alıb sürmək istəyən izləyicilərimiz üçün bu maşına söz yoxdur. Baxırıq. Yaxşı vəziyyətdədir. Baxırıq. Buradan bir dənə belə qaldırıb göstərim. Staşan yeri də ki, həmişəki kimi tərtəmiz. Ehtiyat təkəri yerində. Salon səliqəli və mühərrik yeri də ki, səliqəli. Belə çəkdim, göstərdim. Sizə də bu 06 maraqlı gələrsə, bax həm bu 06, həm bu 06. Maraqlı gələrsə, qeyd olunan əlaqə nömrəsinə zəng vuraraq hər iki maşın haqqında daha ətraflı məlumat ala bilərsiniz. Həmçinin gəlib maşınlara yaxından baxa bilərsiniz.